49-cu 44-cü testə baxaq. Deməli uşaqlar baxın. Birinci cavaba baxaq. Sodu ay. So təsdiq cümləyə münasibət bildirir. Baxın. Cümlədə də görürsüz zamanı hansı zamandadır? İndiki zamanı. Bax Edwarddan sonra put gəlib. Keçmişi və indisi eyni olan feildir. Yəni Edwarddan sonra gəlib s qəbul etmə bu cümlə keçmiş zamandadır. Deməli o zaman onun qısa cavabı do-la yox, did-lə olardı. B variantını ələ saxlayaq. So ay cümləmiz təsdiqdir. Amma C variantında does not nədir? İnkardır. Həmçinin Monika'dan sonra gələn let feilimiz s qəbul etməyib. S qəbul etməyibsə bu cümlə hansı zamandadır? Keçmiş zamanda. Amma so ay hansı zamandadır? İndiki zamanda. Həmçinin zemen sözündən sonra da feilimiz keçmişdir. Keçmiş olduğuna görə biz burada do-nu yox, didi işlətməliydik. Deməli burada cavab qalır B variantı. Və yadınızda saxlayın. Have to, has to modal feillərin qısa cavabı, sual və inkarı do, does, did ilə düzəlir. Have-in əzin özü ilə düzələ bilməz. Sonra baxalım burada uşaqlar 50-ci testə. Baxın yenə də cümləmiz nədir? Burada təsdiqdir. Hardly inkardır. Bax görürsüz cümlədə have cümlənin qısa cavabında have iştirak edib. Deməli cümləmiz ya bitmiş zamanda olmalıdır və yaxud da davam edib bitmiş zaman formasında olmalıdır. Deməli B variantında bax meyit keçmişdir. Deməli bunun qısa cavabında have olmazdı, did olardı. Və yaxud C variantında görürsüz burada have to'dur. Deməli onun qısa cavabı do, does ilə düzələrdi. Have-in əzin özü ilə düzələ bilməz və burada cavabımız D variantı. Bax baxırıq yenə də cümlə burada E variantımız burada inkardır, amma so, have, the, az cümləmiz nədir? Təsdiqdir. Eyni də çıxırıq. Doğru variant D variantı.